Ədəbiyyat fənnindən 86-cı testin izahına baxaq. Nümunədə işlənmiş bədii ifadə vasitələrini müəyyənləşdirin. Deməli, təkcə bizə ifadə vasitəsi lazımdır. Təbriz yolu həsrətindən bil yanar. Ayaq bassan, ayaq yanar, yol yanar. El demişkən kür quruyar, sal yanar. Qurumazmı gözlərində yaş sənin? Deməli, baxırıq nəyimiz var bizim. Burada ayaq yanar, yol yanar. Eyni sözün təkrarını görürük. Təkrar nümunəmiz var. El demişkən kür quruyar, sal yanar. Kürün quruması mübaliğədir, yəni şişirtmədir. Deməli, mübaliğə nümunəmiz var bizim. Qurumazmı gözlərində yaş sənin? Burada bədii sual nümunəmiz var. İkini də götürə bilərik. Daha sonra kinayə yoxdur. Deməli, litote ait bir nümunəmiz yoxdur. İnversiya, bəli, söz sırasının pozulmasını da aydın şəkildə görə bilirik. Deməli, bizdən doğru ifadə vasitələri istədikləri üçün 1, 2, 3 və 6-cı variantları götürəcəyik.